Hər kəs salam dostlar, mən Qeymis Azəri bugün Age of Story 2 Congress 1.5.1 versiyonunda yenidən Kosovanın 12-ci bölümündə səhv etmirəmsə sizlərlə birlikdəyəm dostlar. Həmən vaxt keçmədən keçən bölümdə nə etmişdik bir özət keçək. Keçən bölümdə ordularımızı toplamışdıq, etmişdik. Ondan sonra ekonomi yatırımları etmişdik. Ordularımızı bastıq, bəzi bəlli yerlərə ordularımızı yerləşdirdik. Ancaq mən videonu çəkdim, bilmirəm silmişəm və yaxud silməmişəm. Oyunun ən önəmli yerlərindən, amma çox da çətin olduğunu düşündüyümüz, amma hasan da olan bir maraqlı epizodunu təəssüflər olsun ki, həm işıqlar sönmüşdü, həm telefonun zaryadkası bitdi, söndü, ondan sonra video çəkilmədi. Girdim işıqlar yandıqdan sonra baxdım ki, video çəkilməyib, yəni kaydı bitirmə nöqtəsinə basmalısan ki, kayd tamamlana və video halına gələ. Məncə artıq çox da uzun olmasın, amma yenə də Almaniyanın digər torpaqları qalıb, ən azından marağın yarısı da qalıb və hər şeyi saxlamışdım. Dedim, video çəkdim, bir sonraki bölməcədə saxlayaram deyə, amma artıq qaldı. Bu arada artıda gələn səslər üçün üzr sayın. Traktor falan səsləri gəlir. Ordularımızı yığaq, Almaniyanın çox yaxşı ordularla getdik. Bu arada Definition Edition'da çıxıb bildiyimiz kimi və artıq 15 gündür. Ancaq əlimizdəki maddi durum aşağı olduğu üçün hələ ki almıram, amma biraz keçdikdən sonra alacağım və sizlərlə paylaşacağım. Dostlar, hələ ki izləyirəm maddi durumu yaxşılaşdırdıqdan sonra ona qədər hələ ki izləyirəm. Bu arada əlimizdəki ordu gördüyünüz kimi 1 milyonu keçib, 1 milyon 500 nə qədər 30 min, həqiqətən də çoxdur. Assimilyasyonları falan, bəli, bu torpaqları aldıq. Orada burada da ordularımız var deyəsən, bəli, bunu toplayaq, gətirək. Başqa harada ordularımız var, baxaq. Başqa bir də burada var ordularımız, yəni hər tərəfə hücum etmişdik. Almaniya bildiyimizdən, sandığımızdan biraz daha sanki asan oldu. Məsəl üçün Amerikanı işğal etməyə gedirsən, Amerikanı işğal etməyə gedirsən və hər tərəfdən saldırdıqda daha asanlaşır. O zaman Amerika gözündə dəyərli olduğunda, bu da elə bir şeydir. Hardasa Amerika kimi gücləşdilər və güc patlaması yaşadılar, güclərini istəyirlər. Bunu yaşadılar və biz də bunun kəsdik təbii ki. Bu bölüm də biraz uzun sürdü. Eyni TO3-dəki Milan yolu kimi. Bu arada onu da davam edəcəm. Age of Story və digər strateji oyunları qısa tutacağım. Ayda bir dəfə də olsun, bəlkə DLC də oynamağı düşünürəm. Başqa oyunlar da istəsəniz yaza bilərsiniz. Dostlar, oyunumuz da düşüb 11 milyonu keçmişik. Başqa harada qalıb? Başqa 80. Onlar da xəstəlikdir. Bəli. 1 milyon 800 min nüfus ordumuz var və bu çox gözəldir. Ancaq Rusiya ilə əlaqələrimizi, bəli, biraz buna da şükür, yəni. Bu bölümdə hədəfimiz nə olacaq? Almaniyanı tamamilə yer üzündən silmək olacaq. Hardasa ekonomilər də yaxşıdır. Oradan gözəl ekonomi. Bu arada nüfuz tamam. Amma ekonomiya baxdığımızda nə qədər ekonomi çox gözəl. 3 ədəd torpaqdan 3-4 ədəd torpaqdan yaxşı ekonomi götürəcəyik. Bu bölümdə hədəfimiz Almaniyanın yer üzündən silmək olacaq. Biraz daha ötəsinə gedə bilərik. Çünki bununla qalmaq istəmirəm. Biraz daha yatırım edə bilərik ki, məncə əlimdədir. Bu arada bu bölümdə nədənsə kayma oldu. Bilmirəm niyə belədir. Digər assimilyasyonlarda tamam. Bunlar da yəni 85-də qalsa çox da yorucudur təbii ki, hamısını etmək falan filan. Ordu torpaq tutdu. Bu arada keçən bölümlərdə dediyim kimi, əgər istəsəniz yorumlara yaza bilərsiniz ki, Avropa fəthindən sonra ən axırda ölkələri yenə 2020-2025-dəki formalarına geri döndərə bilərik və özümüzə bağlı edə bilərik bunu vasal şəklində. Bunu da istəsəniz yaza bilərsiniz. Dostlar, əlimizdəki ordu tamam yetərlidir. Məncə Almaniya sınırlarını bir ölçək görək nə qədər var. 1, 2, 3, 4, eyni Fransa kimi. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18.
hər torpağa 100 minlik ordu düşəcək, səhv etmirəmsə və hələlik belə əllə edirəm. Yəni tam da zaten Almaniyanın fişini çəkmişik demək olar ki, ona görə də çox da ehtiyac yoxdur. Geri qalan torpaqlara 60-60 düşdü. Yəqin ki, hər torpağa 100 mindən biraz daha çox fazla bitirdik, amma olsun. Artıq ehtiyac yoxdur, o qədər çətinlik. Bu arada buradakı ordudan biraz belə edə bilərik. 25 50 min ora yer qalır. Bəli dostlar, buranı 2 yerə bölməli olacam. Qarşıya görün. Hətta belə edək. Burada bir buradakı orduları da bir irəli göndərsək gözəl olacaq. Tamam, bu əla olur. Okay. Buradan bir ordu takviyesi eləsək. Tom-tomuna 80. Tamam, uğurlu, çox gözəl, uğurlu. Əla. İndi burada 2 yerə böləcəyik və hücumlarımıza qaldığımız yerdən davam edək. Buranı da belə 2 yerə bölək. Geridəki ordular da artıq istifadəyə bu savaşda yararsız olur. Çünki ilk bəlli torpaqlarda biraz qarşı tərəfin torpağı az olsa da onun sınırlarındakı bizim torpaqlarımız çox olduğu üçün çox ordu qoyduq. Amma bu da arxadakı orduların daha çoxalmasına nədən olur. O zaman ordu takviyesi etməyin tam zamanıdır. Tamam, gözəl. Buradan hücumlarımıza davam edə bilərik. Orada yenə orada birləşsin. Tamamlar, tam yəni istədiyimiz kimi. Geridə 400-500 minlik ordu qaldı. Orada orduları yaxşıdır. Çox yuxarıdan ordu basmırlar ki, yuxarılarda ekonomi var. Zərər dəyməsin, amma olsun. Biz o ekonomini əlimizə çəkməyi bacaracağıq dostlar. 343 min tam ordumuz var. Onları takviyə eləyək. Əzəmətli ordularımızla Avropanı tamamilə artıq, yəni İspaniyanı və İngiltərəni saymasaq, buradakı bütün torpaqları həqiqətən də 12 bölümün tamamında həyata keçirdik, alırıq dostlar. Amma burada son deyil təbii ki, yenə də qaldığımız yerdən nə qədər İngiltərə var, İrlandiya var, Skandinaviya, Portuqaliya, İspaniya var. Bunları da ələ keçirdiyimizdə artıq bitirməncə bir də İslandiya var. Artıq baxacağıq. Məncə bu bölümdə təkcə Almaniya ilə qalmayaq, artıq tez bitirək, amma aceleyi də gətirməyim, buralara qaçmasın. Arkadakı səslər də axırda sonunda susdu. Bu da kafa yəni. Dostlar, çox gözəl. Əla. Çox böyük ordularla girmişik, bilmirəm bu torpaqlar, amma yadımda qalmadı artıq hansı torpaqlar idi, unutdum. Nə qədər ordu ilə girdik, ekonomiya nə qədər zərər verdi, amma olsun, artıq son 2 ədəd torpaq qaldı və bura qədər dostlar. %100 şükür Allaha, sonunda o böyük Almaniyanı 20 min, 21 min daha çox verdilər orada. Böyük Almaniyanı artıq yox elədik və budur. İhtişamlı Kosova. Buna baxın, həqiqətən də Avropa Birliyini ələ keçirdik demək olar ki. Və artıq son bölümlərdir. Kanalımızın ilk bölümləri biraz uzun sürdü. Olsun, daha da maraqlı başlanğıclar. Alman ordusu orada bax, bir də burada qaldı. 10-15 minlik bağ olaraq və oyunumuzun sonuna qədər o qalacaq. Təbii illər də artıq irəliyə getdiyi üçün biraz da olsa, yəni bağ olsun. Yəni bir də Age of Story oyunudur. Yəni bağın olması mütləqdir, yəni qaçılmazdır. 400 min plus ordumuzu bitirdik, olsun. Almaniyanı fəth etdik artıq. Bu hüdudlar bizimdir. Bir də burada da ordumuz var. Bəli, asimilasyonlarımızı edək və çox gözəl. Bu arada Rusiya ilə də savaşmalıyıq, bunu da unuttum. Rusiya ilə də savaşmaq məcburiyyətindəyik. Ukrayna və Şərqi Avropanı ələ keçirmək üçün digər torpaqlarımızda biraz asimilasyonsuzluqlar var. Niyə belə olur bilmirəm, %70'in üstündədir ancaq. %80'in üstünə, 90'in üstünə çıxsa əl olacaq. Başqa torpaqlar qalanları da xəstəlikdir. Çox gözəl. Digər qalan yönetimə verək, yönetim. Hətta bir ədəd daha qaldı. Onda orada baxımına belə 25 olsun. Tamam. Çox gözəl. Asimilasyonlar da yerinə yetirdi. 1 milyon 378 minlik ordu var. Bunu 1 milyon 380 minə keçək dostlar.
Çox gözəl. İndi isə baxaq, görək ətrafımıza baxdığımızda indi Rusiya ilə bizi bir tartaq görək nə qədər gücümüz var, necə edə bilərik. 12 milyon nüfuza qarşılıq 8 milyon nüfus. 375-329 hardasa əyalətlər eynidir. Baxdığımızda 10 milyona yaxın ekonomimizdə 3 milyon keçən ekonomi onlarda. Yəni yenə bilərik əslində. Bəli, yenə bilərik. Mən buna artıq əminəm. Bu arada Türkiyəni də alarıq. Türkiyə əslində yəni tam Avropaya daxil deyil, amma daxil olmaq sürəcindədir mənasını, ifadəsini verir bu görüntü. Başqa bizim hədəflərimizdə Rumıniya, Ukrayna, bir də Beyaz Rusiya var. O qədər. Başqa digər torpaqlarda bir də Çin də var. Çindən də. Sadəcə Çindən o torpağı çıxara bilərik. Məncə Çin zaten başı qarışıqdır. Misir də bir yandan hamısının başı qarışıqkən biz də ortalığı süpürək dostlar. Geri qalan ordularımız da biraz daha fəth edə bilərik. Şimdi bir Adanı alaq. Bir 300 min göndərək. 300 min yaxın göndərək. Biraz daha yatırım eləyək. Enflasiyona düşməyək. 2160-cı ildəyik. Hardasa 140 ildir oynayırıq. Uzaq da ordu ilə girməyək. Çox gözəl. Buranı da aldıq. Super. Bir də Grenlandiyanı da gəlmişkən alaq. Görsənsin. Yaxşı səs. Eşidilsin. Falan olmuyor. Alıbmış. Kimi alıb? Heç görsənməyən, çox da umurumdadır sanki. Görsənməyən bir şeydir. Gir ya, gir. Boş ver. Sanki çox da ekonomi var imiş kimi. Təsəvvür edin, bunu deyirəm və bir anda bir ekonominin ən yüksək olduğu torpağı görürəm. Hər neysə, aldıq bütün torpaqları. Bir dəqiqə. Oyun bağa girdi deyəsən. Bəli, oyun bağa girdi. Biz kimə savaşırıq? Başqa sən hardasan Nauru? Nauru mudur? Kimdir? Bunu belə çəkək. Gambiya. Gambiya. Afrika ölkəsidir. Bəli, Gambiya. Gəlmişən orada bir resurs torpağı da alsaq. Rezervləri, resurs torpağını ələ keçirdik. Adaları Atlantik okeanına atladıq. Görürsünüz Kosovo orduları bu bölgələrin, amma niyə gəlmədi? Çünki lan ordumuz hardadır? Nə oldu? Niyə bura gəldi ordumuz? Anlamadım. Bir bura göndərək. 257 sizdə yaxşı oldu bir də. Əziyyət çəkəcəkdik paytaxta ordunu göndərməyə. Niyə savaşırmış? Mən yanlış yerə tıklamışım. Tamam, okey. %100 sonunda aldıq. Buradan da bir torpaq kopartdıq. Tamam. Niyə olmur? Lan. Gambiya. Oyun bir yaxşı baqa girdi, amma hər nəysə, yenə də biz haradaydı o? Tamam, buradan bir ordu göndərək. Oyun həqiqətən baqa girdi deyəsən. Sonunda edə bilirik. Bu bağı da atlatdıq. Lukas'ın bağlarıdır bu. Lukas oyunun yaratıcısı. Tamam. Artıq indi alabilirik mi? Yeni oyun bağa girdi. Ey Allah'ım. Bir şey anlamadım ben bu işten. Hakikaten bir şey anlamadım ben bu işten. Bura bizim torpağımızdı. Savaş bitip Grönlandiya. Bağlı bir oyun abi. Çok yanlış çarptık. Yeniden savaşmalı oluruz. Hakikaten inana bilmirəm yani. Bu qədər bağa dözmək insan işi çətindir. Hər neysə, sonuçta aldıq və bura qədər. Şükür Allah'a, bu bağı da atlatdıq. Hər neysə. Başqa kimlə? Hayda. Arada asilər. Oha, sən necə olur bu? Necə asıl olmuş? Yəni anlamadım getdi ha. Həqiqətən də belə bir bağla qarşı-qarşıya durmaq
daha gözəl olar. Çünki onlar xəstəlikdir. Burada da bir ordumuz var. Bunu da götürək. Həqiqətən Qrenlandiyadan çəkdiyimiz nədir arkadaş? Qrenlandiyadan çəkdiyimiz dərd nədir? Geriyə paytaxt Pristinaya göndərək. Avropanın bayrağını oxşuyur və xəritəsinə də oxşuyur həqiqətən paytaxtımız. Torpaqlar da qala bilər. Yatırımlarımızı edirik. Video 18 dəqiqəyə gəlib artıq bugünlük Almaniyanı və İslandiya ilə Kosovonu gəlmişkən də bir Nambiyanı fəth etdik. Buradakı ordularımızı da geri gətirək. Assimilyasiyalarımızı etdik, yatırımlarımızı etdik və artıq videonda dilərseniz burada bitirirəm dostlar. Bugün 12-ci bölümdə səhv etmirəmsə, bir sonraki bölümdə sabah görüşənədək sizlərlə bunlar da bir paylar verək. Ordu baxımına verək, tamam. Ancaq bura qədər bəsdir artıq. 70'in üstündə də ancaq başqa harda var. Rusiyanı da gördüyünüz kimi istədiyimiz şəkildə alabilirik. Bu arada niyə biz bu qədər ölkə almışıq? Bir dənə bunu tamamlaya bilmirik. Hər nəysə olsun. Rusiya yenə də bizi söydü. Olsun. Başqa baxdığımızda biraz mutluluğu yüksəldək. %80'in altında olan %80. Tamamdır dostlar. Bugün də 12-ci bölümün sonuna gəldik. Oyunu burada kayd edirəm. Çinlə bizim əlaqələrimizi yaxşılaşdırıb, çox gözəl biri söyür, biri yaxşılaşdırır. Bu nə biçim işdir arkadaş? Hər nəysə dostlar, bugünlük bura qədər. Sağ olun, sağ olun.